Hə, salam dostlar. Belə ucuz variantlı, yəni bu aspiratorlardandır. Bunların çox vaxtı, bax bu knopkaları görürsən xarab olur. Sonra bu hissəsində setkaları var, onları yağ basır. Ancaq ən əsas məsələ, bax bunların bu ventilyator hissəsidir. Siz yağ da düşəndə, uzun müddət qalanda da, bax bunların açanda iç hissəsində bax belə bir paslı yerlər olur. Hələ bu üzdəki paslı. Onları belə lor dildə desək, valın üstündə oturan, yəni ki, hansı ki, podçimnik rolu oynar. Bax görürsünüz, bu yerindən tərpənmir. Çünki bunun oturan hissələri, bu valın, ikisi də paslanıb. Ancaq bunu yağladıq, görürsünüzmü? Yəni buna inanmaqdan ötürü nadicə olaraq, məsələn, göstərim də sizə, özünüz baxarsınız ikisinə də. Bax gördünüz, o fırlanır, bu ancaq tırıldayır. Yəni ki, bu yağdan da olur. Uzun müddət də buna, mən indi tavut yağı deyirlər, solidol yox idi. Adi bu duru yağlardan vururam, bax bundan. Ancaq söhbət ondan görür ki, saldo yağı vurur. Ancaq ki, ildə bir dəfə, 2 ildə bir dəfə bunlar, yəni setkaları yuyulməlidir. Bax bunlar da açılır təmizlənir. Nəyə görə? Bu hissədə ki, həmişə, məsələn, yemək pişirir, həmişə isti deyil. Bura yağ hətta vurulsa da, o isti geç-tezi 1 ay, 2 ay, 3 ay, 4 aya o yağı oradan aparır və onun fırlanan hissələri bir-birinin içində ya yağın, məsələn, qatılığından ya da ki, pasdan müəyyən mənada tutulur. O səbəbdən də bunları, mən, indi yaxşılarını deyə bilməm, bunlar 90 manat, 80 manatdır. Yəni bunları heç olmasa ildə bir dəfə açıb, bu hissələrini təmizləyib, ventilyator çıxardıb, içində motor var, onları təmizləmək lazımdır, yağlamaq lazımdır. Bax, özünüzə ayağını misal da, bunların heç bir işləmirdi. Bu knopkaları dəyişəndən sonra indi baxın da, bunu açan kimi görürsünüz, o işləmir. Ancaq bunu biz güclə isə sala bilərik belə. Ancaq ki, o müəyyən müddət işləyəndən sonra yenə də işləməyəcək. Yəni bunlar adi bir şeylərdir, bəzi adamların başı çıxırsa, öz də eləyə bilər. Sağ olun.